Danışdığımız 60-cı dəqiqədəki epizoda Sel Hacıya qırmızı vərəqə verdi maçın baş hakim Fərid Hacıyev. Yəni mənim üçün də çox təəccüblü qaldı. Niyə? Çünki epizoda dəfələrlə baxdım. Birincisi, bu epizoddan əvvəl Bəhlul özü də Sel Hacını tuturdu, dartırdı. Sonra Sel Hacı topa daha yaxın idi və Montiel ilə ilk növbədə Sel Hacının boy fərqini nəzərə almaq lazımdır. Hardasa sinəsindəndir Montiel Sel Hacının. Və belə alındı ki, Sel Hacı heç görmürdü Montieli. Montiel belə sadə dildə izah edəcəm ki, hamı başa düşsün. Qoltuğun altından çıxdı bir anda və orada toxunuş oldu. Mən düşünmürəm ki, Sel Hacı ümumiyyətlə onu görürdü. Düşünmürəm ki, aqressiv oynamaq istəyirdi. Düşünmürəm ki, ümumiyyətlə orada sarı vərəqəli bir şey var idi. Orada bir toxunuşuydu, bəlkə cərimə zərbəsi qoymaq olardı, amma sarı vərəqə verməyə elə bir lüzum yox idi. Çünki mən orada elə bir xüsusi agresiya görmürdüm. Sen Hacı onu görürdü, amma niyyəti onun üzünə vurmaq deyildi. Sadəcə onu topa yaxınlaşdırmaq istəmədi. Yəni çiynini belə qoydu. Hərə bir cür görür, mən fərqli görmüşəm. Mən gördüyümü, anladığım qədərlə Sel Hacı ümumiyyətlə anı baş verdi. Biz ona slow motionda belə deyə baxırıq. Ansa orada bir saniyə belə bu peyda oldu, dəydi. Bəlkə o epizod 2 saniyə, 3 saniyə içində baş verdi. Faktiki kimdən soruşsan ikinci sarı vərəqəli deyil və mən dəfələrlə hakimliklə bağlı müzakirələrdə, bu fikirlərdə eşitmişəm ki, hakimlərin qarşısında belə bir tələb qoyulub, xüsusi tövsiyə olunub ki, ikinci sarı vərəqələri rahat-rahat verməyin. İkinci sarı vərəqələrə birincisindən daha həssas yanaşın. Yəni ikinci sarı vərəqədir. Çünki bunun ağırlığı daha fərqlidir və mənə elə gəlir ki, qaydalarda olan boşluqlardan biri də odur ki, sarı vərəqələrə VAR müdaxilə edə bilmir. Yəni məsələn bu epizodda mən əminəm ki, Kamal Umudlu vardı oturan bizim təcrübəli hakimimiz müdaxilə edə bilsəydi, Fərid Hacıyev çağırıb tövsiyə elərdi ki, bir də bax belə epizoda görə ikinci sarı vərəqəni vermək doğru deyil. Fərid Hacıyev çox gözəl, çox maraqlı keçən bir maçı korladı deyə bilər. Düzdür, tam korlamadı, çünki burada da Sumqayıtın haqqını vermək lazımdır. Azlıqda qalmalarına baxmayaraq təslim olmadılar. Sona qədər o başa-baş futbolu sərgilədilər. Amma ümumən götürəndə 11-11-ə daha yaxşı futbol izləyəcəkdi. Yəqin ki, heç kim mənim bu fikrimlə mübahisə eləməz. Təəssüf ki, bax, Fərid Hacıyevin də belə bir təcrübəsizliyimi deyim, belə bir səhv qərarım deyim, oyunu korladı. Və yeri gəlmişkən bir şey də əlavə eləmək lazımdır ki, Qarabağın baş məşqçisi Qurban Qurbanovun özünə də bununla bağlı sual verilib. Qurban Qurbanov belə deyib ki, ağır qərar idi, yəqin ki, sarı verməyə ehtiyac yox idi o epizodda. Qırmızıya çevrilən sarı qətiyyən